İncimək olmaz. Bilirsiniz, inciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsəllər, umma heç kəsdən ki, küsməyəsən. Yox, uman yerdən küs. Umma da umma. Allah deyir umma. İntizarım məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən ki, orada bir gözlənti var, intizar var. Allahdan qeyrisindən intizar da şirkdir. Gözlənti də olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belirlədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözlən, mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başda yıxılanlar uzmağa təzən əlindən tutulur. Buna deyərim, mərd adamdır.